Son vaxtlar vətəndaşlar metro stansiyalarının platformalarında və vaqonlarda qəfil səhhət problemi yaşayan şəxslərin artdığını, onlara ilkin tibbi yardım göstərilməsində çətinliklərin yarandığını bildirirlər. Xüsusilə vaqonlarda ilkin tibbi yardım çantalarının olmaması bəzən müdaxilə hallarını gecikdirir. Bəs Bakı Metropoliteni GSG-nin stansiyalarında ilkin tibbi yardım çantaları varmı? Vaqonların da onunla təchiz olunması nəzərdə tutulubmu? Stansiya işçilərinə ilkin tibbi yardım üzrə təlim keçirilirmi? Həmçinin bu sual da aktualdır ki, metro stansiyalarında insanların səhhətinin pisləşməsinə səbəb nə olur? Yanaşı xəstəliklər, yoxsa havasızlıq? Bakı Metropoliteni GSG-dən Oxazın sorğusuna cavab olaraq bildirilib ki, Metropolitenin bütün stansiyalarında ilkin tibbi yardım çantaları mövcuddur. Məlumatda vurğulanıb ki, bu çantalar əsasən xidmətdə olan əməkdaşların xüsusi hallarda ilkin yardım göstərə bilməsi məqsədi ilə nəzərdə tutulub. Stansiya işçiləri tibb üzrə ixtisaslı kadr olmadıqları üçün bu vasitələrin sərnişinlər üçün istifadəsi məqsədə uyğun hesab edilmir. Sərnişinin səhhətində hər hansı problem yarandıqda, Metropolitenin müvafiq əməkdaşları dərhal ilkin yardım göstərir və təcili tibbi yardım briqadasının çağırılması üçün aidiyyəti üzrə operativ məlumat verirlər. Bu mexanizm sayəsində həkim briqadası hadisə yerinə mümkün ən qısa müddətdə cəlb olunur. Həmçinin bildiririk ki, əməkdaşlar üçün ilkin yardım mövzusunda dövri təlimlər təşkil olunur. Təlimlərdə fövqəladə vəziyyətlərdə düzgün davranış qaydaları, ilkin yardımın əsas prinsipləri və sərnişinlərlə düzgün ünsiyyət bacarıqları öyrədilir. Qeyd edilənlərlə yanaşı, aidiyyəti qurumlarla müntəzəm olaraq əlaqəli fəaliyyət təmin edilir və müvafiq addımlar atılır. Qurumdan sonda bildirilib ki, aparılan müşahidələrə əsasən bu kimi hallar daha çox fərdi tibbi səbəblərlə bağlı olur və Metropolitenin mühitindən birbaşa asılı deyil. Bakı Metropoliteni sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün zəruri şəraitin yaradılması istiqamətində tədbirlərini davam etdirir.